bizim ibadət halımızı, bəndəlik halımızı maddi şəkildə bədən işarələri ilə ifadə eləsək, biz belə ibadət edirik, bax belə, vurma. Həqiqətən belə, bizim ruhu halımız budur. Eləyərəm vurma, sən Allahın xatasından uzaq olun, nəuzubillah, biz belə o mehribanlıqda Allaha bu şəkildə ibadət edirik. Əməl eləyim, günah eləməyim, ən yaxşı halda ki, vurmasın məni, vurmasın bir tər əzabından qurtarım. Bu belə Allah deyil, layiq deyil Allaha bu şəkildə ibadət eləsən. Allaha qarşı zülümdür bu, bəndələrin, bəşəriyyətin ən böyük zülmüdür. Hansı dillə adam vəsf eləsin Allahın mərhəmətini, rəhmətini, nə bilim, yəni onu insan gərək bir qədər də dərk eləsin bu mübarək Ramazan ayında. Birindən qorxa-qorxa nə qədər ona ibadət eləyərsən? Nə təsir olar o ibadətin? Nə ləzzət olar o ibadətin? Allah rəhman və rəhimdir. Mənə nə dəxli? Allah rəhman və rəhimdir, mənə nə dəxli? Allahın rəhman və rəhimliliyin səndə yaratdığı hal sevincdir. Sevinç. Allah rəhman və rəhimdir, yəni mən şadam. Yəni məni ləzzət üçün yaradıb. Allahın bütün adlarının inşallah Qədr gecəsində qismət olsa Coşan Kəbir duası oxunacaq. Bütün adlarını bir-bir sadalayırsan, o adların kağız üzərində qalmaq üçün gəlməyib ki. Adlar göydə qalmaq üçün gəlməyib. Bu adların mənim vücudumda təsiri nə olmalıdır ki, Allahın adlarını hiss eləyim. Bu hissiyyat Allahın adlarının yaratdığı ilk reaksiya sevincdir. Allahın Rəhman adı Ər-Rəhmanir-Rəhim namazda, Ər-Rəhmanir-Rəhim deyəndə ariflərin, övliyaların qəlbi titrəməyə başlayır. Sevin, bir şad xəbər verdin ona. Sənin Rəbbin Rəhman və Rəhimdir. O rəhmanlığı və rəhimliyi vücudu ilə hiss